Mən Teymurov Bəhruz Əlyusufoğlu 1979-cu ildə Bərdə şəhərində anadan olmuşam. 2024-cü ildə Xankəndi post filialında belə bir imkan yarandı ki, postalyon vəzifəsi boşdur. Doğrudan da sevə-sevə ürəklə gəldim, mən bu işə qəbul oldum. Mən Ələsgərova Güldəstə 1994-cü il avqustun 14-də Sumqayıt şəhərində doğulmuşam. Poçt sahəsinə ilk gəlişim 2020-ci ildə olmuşdur. 4 il Bakı şəhərində fəaliyyətimi davam etdirmişəm. Torpaqlarımız işğaldan azad olunandan sonra Xankəndi poçt filialı Xankəndi şəhərində fəaliyyət göstərməyə başladı. Həmin günü çox sevincli idim. Sevincimin həddi-hüdudu yox idi. Mən hər gün Qarabağ Universitetinə gəlib gedəndə doğrudan da qürur hissi keçirdirəm. Tələbələri, müəllimləri, bütün idarə heyətini burada görəndə doğrudan da sevinç hissi keçirdirəm özümdə ki, belə bir qürurverici hissdir hər bir insan üçün. Ümumiyyətcə də mənim üçün ki, belə bir günü görürük, belə bir günə şahid oluruq. Hal-hazırda evladım Xankəndi şəhər 4 saylı Nizami Gəncəvi adına orta məktəbdə 9-cu sinifdə oxuyur. Mənim arzum və istəyim odur ki, inşallah o orta məktəbi bitirdikdən sonra elə Xankəndi şəhərində Qarabağ Universitetinə qəbul olsun. Mənim atam Ələsgərov Fərhad 1-ci Qarabağ döyüşlərinin iştirakçısı olub. Atamın ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunmasını görmək idi və şükür ki, gördü o günü. Və mən çox sevinirəm ki, atamın doğulub böyüdüyü Xankəndi şəhərində iş fəaliyyəti göstərirəm və onun arzularını həyata keçirirəm. Bu gün ki, çıxırsan şəhərə, günü-gündən gözəlləşir, günü-gündən inkişaf eləyir. Adam baxır şəhərə, ürəyi açılır. Sevinirsən ki, belə bir şəhərdə yaşayırsan. Prezidentimizə təşəkkürümü bildirirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə Allah şəfa versin. Arzu edirəm ki, hər zaman vətəndaşlara gözəl xəbərlər verək, gözəl məktublar çatdıraq. Bu torpaqlarda Azərbaycan bayrağı əbədi dalğalanacaq. Biz burada əbədi yaşayacağıq.